Hər kəsə salam. Bugün Bakıda Soyuq Əllər İsti Ürəklər yarmarkasındayıq. Mənim qızlarım buranın açılışını bəlkə də il boyu gözləyiblər. Çünki bura gələndə limit yoxdur. Nə şirniyyat, nə yemək, nə abur-cubur. Yeni şeylər sınayırlar. Bura açılan günü biz Bakıda olmadığımız üçün çox bir kef oldular. Çox kefləri pozuldu, məyus idilər. Oturmuşduq evdə, dedim durun ayağa, getdik Soyuq Əllər İsti Ürəklərə. Düz onların bu istəyinə görə nə qədər yol gəlmişik Şəhriyar? 280 kilometr yol gəlmişik. Bəli. Gəldik Çokolavaya düşdük. Girən kimi əsnad şirniyyat bağımlısıdır. Çokolavanı görən kimi Çokolavanın üstünə qaçdı. Tiramisu, İzmir bombası, hətta və hətta Dubay şokoladlı İzmir bombası, Belçika şokoladlı kurabiyələr, Dubay şokoladlı cheesecake'lər, nə bilim, çiyələkli cheesecake, karamelli cheesecake, nə tapdımsa hər şeydən onlar üçün aldım. Hamısından yoxladılar. Məryəmlə mənim favorim tiramisu oldu. Mənim əlavə favorim Dubay şokoladlı İzmir bombası oldu. Əsnad çiyələkli cheesecake və Belçika şokoladlı kurabiyəni, Rabiyə isə karamelli cheesecake bəyəndi. Mütləq siz də yoxlamağı unutmayın. Kimlər gedibsə bura rəylərdə özünü bəlli eləsin.